Salam ay Neymət əmi. Salam Ayfer. Balondakı nədir belə əmi? Girən kimi gözümə dəydi. Evet, balondakı mürəbbədir. Nə mürəbbəyəm? Belə mürəbbə mi olur? İndi bax. Yox, həm mürəbbə deyil bu. Zanəti, vişnəli zanəti deyirəm ha. Bu turşu onu eləyir bal. Mən ona mürəbbə deyirəm, bal deyirəm, bal. Bu mürəbbənin Fərid bax, meyvəsi vişnəli. Bu da bunun mürəbbəsi. Nə hazırlayırsan ki bu günən belə? Bu günlərim vişnəli zanət pişiriblər. Baba Fərid. Həqiqətən mürəbbə. Həqiqi baldır. Ala bunu çayla iç, yeməyim hazır olanda bunu göstərər. Ay Neymət əmi, oradan bunun iyisinə gəldim. Bunu biraz göstər görək. Deyirdim mürəbbədir. Bu bilsən nədir? Baldır. Buna bax. Vişnəli zanəti görürsən? Rənginə bax, rənginə bax, rəngi göstərsin deyirəm. Ən sevimli yeməyimdir qədim bağda. Baba. Buna bax. Deyirəm üzüm salxımıdır. Bütün qonaqlarımız bu yeməyi arzulayır. Ay Neymət əmi. Həqiqətən də qonaqlar gələndə deyir ki, vişnəli var. Deyirəm var əlbəttə. Harda? Çobanzadə Neymət əmi qədim bax. Deyirlər axırda nə olacaq? Olacaq. Bal olacaq. Həmən ləzzət Neymət əminin yanında, qədim bağ restoranda. Buna bax, bal.